Dövlət sevimli olmalıdır, yoxsa qorxulu? Gəlin açıq etiraf edək ki, son illərdə Azərbaycan dövlətinin üzündən belə ifadə etsəm, zəhrimar yağır. Son illər Azərbaycan dövləti öz vətəndaşlarına qarşı əməllicə qəzəbli bir obraza dönüb. Qəzəbli davranışlar sərgiləyir. Qəzəbli və həm də ədalətsiz davranışlar sərgiləyir təbii ki. Azərbaycanda son illərdə artan siyasi temp, ardıcıl həbslər, media nümayəndələrinin, siyasi aktivistlərin, ictimai fəalların və yaxud da ki, qeyri-hökumət təşkilatı nümayəndələrin və hətta müəyyən gənc qrupuna daxil olan bir qrup aktivist şəxsin də həbs olunması və son bir il yarımda isə həmin o həbs olunan şəxslərə əvvəllər ki 5 il, 6 il verilirdi. İndi artıq 15 il, 14 il, 12 il hökmlərin oxunması və insanların belə bu formada, kütləvi formada həbs olunması, təqiblərə məruz qalması, bütün bu baş verənlər sanki Azərbaycan dövlətinin öz vətəndaşına qarşı zəhrimarlı bir sifət aldığının göstəricisidir. Və təbii ki, bu yaxşı deyil. İndi mən videonun gedişində o haqda da danışacağım ki, insanlar dövləti onun ədalətinə görə sevməlidir. Əgər bir ölkə özünü dövlət hesab edirsə, onun ədaləti yoxdursa, o ölkədə ədalətli heç bir şey demək olar ki, tapmaq olmursa, təbii ki, artıq insanların həmin dövlətə sevgisi demək olar ki, yoxa çıxır və bu zaman-zaman hər bir insanın öz vətəninə sevgisinin soyulmasına və yaxud da ki, azalmasına gətirib çıxarır. Və nəticədə nə baş verir? Nəticədə də həmin ölkədən sürətli beyin axını baş verir. Necə ki, bugün Azərbaycanda son 3-4 ildə bu daha da sürətlənib. Biz müharibə vaxtı, vətən müharibəsi vaxtında biz düşünürdük ki, Azərbaycan artıq 30 illik bir sindromu qırdı. Biz məğlub ölkə olmaqdan çıxıb artıq qalib ölkəyə döndük. Bu xalq artıq qalib ruhu özündə, öz həyata baxışında, öz həyat yaşayış səviyyəsində artıq qalib ruhu özü ilə daşıyacaq. 90-cı illərdən qalmış məğlub ruhu, 1 milyon qaçqın və məcburi köçkünü olan bir xalq ruhunu yox, artıq daha pozitiv, daha gələcəyə ümidli olan bir xalq biz görərik və həmin xalqın yaşayışını biz görərik. Amma indi biz diqqət edirik ki, tamamilə əksinə proseslər baş verdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra, biz öz haqlı savaşımızda qalib gəldikdən sonra Azərbaycan hökumətinin bir qrup şəxsi, özünü və yaxud da ki, dövlət hesab edən kəs və yaxud da ki, kəslər, onlar öz artıq o sərt üzünü xalqa tərəf çevirdi. Ona qədər düşmən var idi, 30 illik düşmən. Bəlkə ona qədər də xalqa çevrilmişdi, amma indi mənim əsas danışacağım mövzular müharibədən sonraki illərin Azərbaycanıdır. Və bugün Azərbaycandakı iqtisadi rifah durumu, Azərbaycan iqtisadiyyatı zaten elə özləri belə artıq dövlət, özləri, hökumət nümayəndələri özləri açıqlayırlar ki, iqtisadi irəliləmə 0%-ə qədər düşüb. Yəni, təbii ki, bu çox bərbad bir nəticədir və bu iqtidarın, Yeni Azərbaycan Partiyası iqtidarının 33 illik hakimiyyətinin nəticəsidir. Təbii ki, dövlətin kasıblaşması vətəndaşa 2 qat, bəlkə 3 qat daha çox təsir edir. Və bugün Azərbaycan xalqının rifah durumu göz önündədir. İnsanlar kreditlər içərisindədir. İnsanlar az qala özlərinə əyinbaşı belə gedib güzəştli kreditli şərtlərlə almağa çalışırlar. İnsanlar aydan aya sadəcə, maaşdan maaşa sadəcə dolanışığını zorla təmin edir. Bəlkə onu təmin edə bilməyənlər belə var. İnsanların aldığı məvaciblər, maaşlar, təqaüdlər onların almaq istədikləri, onların ehtiyac duyduqları şeyləri tam-tamına qarşılaya bilmir. Və insanlar hər gün bazara girəndə, marketdəki piştaxtalara baxanda, bir də büdcələrinə baxanda aciz durumda qalırlar. Bunu Azərbaycan hökuməti görməmiş olmaz, bilməmiş olmaz. Sadəcə mən düşünürəm ki, Azərbaycan hökuməti düşünür ki,
insanlar tamamilə cibləri boşalana dək, tamamilə soyuducuları necə deyərlər, boşalana dək hazırki sistemlə biz davam etməliyik. Nə bu ölkənin parlamenti düzəlməlidir, nə bu ölkənin iqtisadi siyasəti düzəlməlidir, nə biz məhkəmə islahatlarına getməliyik, nə icra qurumları islahatlarına getməliyik. Çünki hökumət 33 ildir, faktiki olaraq 33 ildir bu sistem, onları bu korrupsiya sistemi, qeyri-şəffaf seçkilər, korrupsiyalaşmış idarə etmə, aşağı təhsil səviyyəli efirlər, televiziyalar və gündəmdə olan mənasız boş insanlar, bunlar da hamısı xüsusi əməliyyatlar nəticəsində gündəmə gətirilir, populyarlaşdırılır, onlara çox yaxşı vəsaitlər ayrılır, müxtəlif blogerlər var burada, özünə bloger deyənlər və yaxud da ki, fenomen şəxslər var ki, onlar hamısı bir sistemin bir parçasıdır və onlar hamısı kölgə bir əl tərəfindən idarə olunur. Cəmiyyətin başını qarışdırırlar, onları cəmiyyətə bu cür təqdim edirlər və gündəmdə saxlayırlar. Və zaman-zaman da onlar ya söydürülür, necə ki, Mirşahin Ağayev obrazı kimi, necə ki, bəzi deputatların simasında və bundan saxta gündəm formalaşdırılır. Bundan insanların həm aqressiyasının tonu azaldılır, insanlar o yığdıqları aqressiyanı Mirşahinə və digər deputatlara, məsələn, bəzi deputatlara, bəzi icra başçılarına, bəzi nazirlərə, bəzi şou adamlarına və yaxud da ki, televiziya işçilərinə söymək də o yığıldığı, cəmiyyətin yığıldığı aqressiyası o formada boşaldılır. Bunlar hamısı sistemin oyun qaydalarıdır. Və bu sistem çox ağıllı, təbii ki, KGB şinelindən gəlmiş şəxslərdən ibarət və yaxud da ki, həmin şəxslərin əsasını qoyduğu bir sistemdir, bir dəstxətlə irəliləyir və hələ ki, özləri üçün bu özünü doğruldur. Amma bu, Azərbaycanın gələcəyinə necə təsir göstərəcək? Dövlətin üzündən zəhrimar yağmalı deyil. Dövlət 600 manat maaş alıb deyə, onun rəhbərləri, qrant layihələri vergisini ödəməyib deyə, həmin o gənclərə 12 il, 13 il həbs etməli deyil. Dövlət hansısa bir şəxs, bir qrup işçinin əgər problemləri ilə maraqlanırsa, həmin o şəxsi şərhləyib göyə ki, kimisə bıçaqlama maddəsi ilə həbs atmalı deyil. Dövlət 22-23 yaşlı bir gəncin özünü hərəkat rəhbəri hesab edib həyatının o enerjili dövründə o ambisiyası ilə yaşayırsa və bunun fəaliyyəti nəticəsində müxtəlif tənqidi postlar yazırsa, fərz edək ki, və yaxud da ola bilər ki, həmin şəxslər müəyyən qədər qərəzli yazılar yazsın və yaxud da ki, müəyyən qədər ədalətsiz davranış sərgiləsin bir çox məsələlərdə. Amma biz dövlət deyirik yaxı adda. Və həmin dövlət 22-23 yaşlı uşaqlarla, necə deyərlər, mən bunu türkçə ifadə etmişəm, uğraşmalı deyil. Onlarla məşğul olmalı, onlara qədər enməli deyil. Mən bir qədər kəskin də olsa bu formada ifadə edir. Dövlət dediyimiz mexanizm jurnalistlərin 3-5 manatını güdməli deyil. Jurnalistlərin şəffaf işləyib işləmədiyini güdməlidir. Onu da güdməli deyil, amma onu tənzimləməlidir ən azından. Dövlət dediyimiz sistem müxtəlif gənclərin, siyasi partiyalara, təşkilatlara qoşulan gənclərin müxtəlif yollarla öz tərəfinə çəkmək və yaxud da ki, onlara hədə-qorxu gəlməklə proseslərdən, siyasi təşkilatlardan, partiyalardan uzaqlaşdırmaqla məşğul olmalı deyil. Dövlət dediyimiz mexanizm insanlara daha xoş təəssürat bağışlamalıdır. İnsanları ondan qorxmağa yox, onu sevməyə məcbur buraxmalıdır. Və bu məcburiyyət də təbii ki, zorla olmamalıdır. İndi bu da yanlış anlaşılmasın. Öz əməlləri ilə, öz duruşu ilə, öz ədaləti ilə insanları onu sevməyə bir növ borclu buraxmalıdır, məhkum etməlidir. Necə istəyirsinizsə bunu ifadə edək. Amma Azərbaycan dövləti nə edir? Azərbaycan dövləti sanki 44 gündən sonra həmin o dəmir yumruğu gətirib indi qoyub dəmir yolun ən azından kölgəsi artıq Azərbaycan xalqının üzərindədir. Və başını qaldıran, bir kəlmə sözünü demək istəyən
Dəmir yumruğun kölgəsini görür. Və insanlar xoşbəxt deyil Azərbaycanda. Çox böyük əksəriyyət Azərbaycanda xoşbəxt deyil və insanlar ilk fürsətdəcə bu ölkədən getmək istəyir. Azərbaycanda doğum statistikası aşağı düşməsini dövlət deyir, amma ölkədən nə qədər insan xarici ölkələrə gedib və orada artıq vətəndaşlıq alıb. Onu deyən yoxdur amma. Onu şəffaf şəkildə açıqlayan yoxdur. Və yaxud da ki, bir çox gənclər təhsil vizası ilə gedir, işçi vizası ilə gedir. Təbii ki, onların da mütləq əksəriyyətinin planı həmin o təhsil vizası ilə getdiyi ölkədə müəyyən müddətdən sonra oturum vizası almaqdır, oturum imkanı almaqdır. Və yaxud da ki, işçi vizası ilə gedən insanın bəlkə də ilk hədəfi, əgər evlidirsə, ailəsini öz yanına aparıb, sonradan da həmin ölkədə oturum almaqdır. Və bu insanlar zaman-zaman vətəndaşlıqdan çıxır. Azərbaycan vətəndaşlarının sayı təkcə doğum və ölüm statistikasına nisbətində yox, həm də ölkəni tərk edənlərin nisbətinə görə, sayına görə azalır. Bunun, ölkəni bu formada idarə etmənin, ölkənin bu qədər sıxmağın, yəni hal-hazırki proses sıxmaq prosesidir. Bunun başqa adı yoxdur. Elə bir neçə gün öncə Toplum TV işi üzrə oxunan hökmlər, ondan bir müddət öncə Abzas media işçilərinə oxunan hökmlər və yaxud da ki, Azər Qasımlıya oxunan 12 illik hökm bu qədər aşırı dərəcədə yüksək illərlə oxunan hökmlər və həbsxanada da həmin o insanlara edilən haqsızlıqlar, onların səhhəti ilə bağlı müəyyən problemləri var. Müəyyən yox, bir çox problemləri var və onların müayinə və müalicə məsələlərinə də biz saytlardan, müxtəlif xəbər saytlarından oxuyuruq ki, imkan yaradılmır dövlət tərəfindən. Dövlət baxın, belə olmamalıdır. Sən onsuz da bu insanı həbs etmirsən. Tutaq ki, bu sənin tərəzində, sənin nizam tərəzində bu insan günahkardır, bu insan qaçaqmalçıdır. Yaxşı, başa düşdük, hökm də vermirsən. Bu insan artıq həbsxanadadır. Amma sən həbsxanaya saldığın, həbsxanaya qoyduğun bir insanın belə müayinə və müalicə məsələsini həll etmirsən. Sən həbsxanada bir həftədir insanlar orada susuz qalıblar, işıqsız qalıblar. Biz yenə də oxuyuruq sosial şəbəkələrdə, səhv etmirəmsə, Tofiq Yaqublu'nun olduğu həbsxanadaydı. Yayın bu günündə elektrik enerjisi yox, soyuducularda olan qidalar hamısı sıradan çıxır və su yoxdur. İnsanlar, məhkumlar çimə bilmir rahat və biz indi azadlığı olan şəxsən bütün insanlar elə düşünə bilər ki, günün istənilən saati istədiyimiz zaman biz girib duş qəbul edə bilirik və yaxud da ki, sudan genebol istifadə edə bilirik. Amma o insanlar həbsxanadadır, həftəyə bir dəfə belə çimə bilmirlər, duş qəbul edə bilmirlər və bu siz artıq insanları həbs etməklə də, onunla da siz bu insanlarla sanki nifrətinizi və yaxud da ki, qəzəbinizi soyuda bilmirsiniz. Və orada da insanlara problemlər yaradırsınız, orada da insanlara təzyiqlər edirsiniz. Yaxşı, nəyə görə? Bütün bunlar nəyə görədir? Dövlət niyə? Xüsusilə də ki, müharibədəki qələbədən sonra Azərbaycan dövləti niyə Azərbaycan xalqına qarşı, bu təkcə Azərbaycan ictimai-siyasi fəallarına qarşı deyil ki, həm də bu Azərbaycan xalqına qarşıdır. Nə qədər qazilərimiz incidilir, nə qədər qazilərimizə müharibə iştirakçılarını 50-lik dərəcələrinə görə onların en qədər problemləri olub, biz bunu zaman-zaman mətbuatdan görmüşük. Sosial Müdafiə Nazirliyinin qarşısındakı qazilərin keçirdiyi o kiçik aksiyalardan görmüşük. Qazilərin müsahibələrindən biz bunlarla tanışıq. Yaxşı, ictimai-siyasi fəalları qoyduq bir qırağa. Bəs bu tarixi zəfəri bizə qazandıran insanlara, bəs o müharibə iştirakçılarına niyə bu formada qəzəblisiniz? Demək, bu məsələ təkcə siyasi, ictimai məsələ deyil. Bu həm də hal-hazırda Azərbaycan dövlətinin Azərbaycan xalqına qarşı olan bir qəzəbidir və mənası bilinməyən, bəlkə də əsası olmayan, bəlkə də yox, yəni şəxsən mənə görə heç bir əsası olmayan bir qəzəbidir. Və bu, bilmək olmur bu ego məsələsidir, bilmək olmur bu
qisas məsələsidir. Hansısa bir əllərin Azərbaycan xalqından qisas məsələsidir. Bəlkə də bilmək olmaz. Bəlkə də bu sadəcə Azərbaycan xalqına öz o qalib ruhunu, qalib xalq olduğunu hiss etdirməmək cəhdləridir. Əgər mənim dediyim bu üçüncü versiya doğrudursa, Azərbaycan hakimiyyəti yenə də öz avtoritar idarəetmə sistemini, bu ailə hakimiyyəti sistemini qorumaq üçün ən unikal seçimi. Azərbaycan xalqına onun qalib xalq olduğunu hiss etdirməmək, onu hər fürsət düşdükcə, elə hər imkan düşdükcə onları alçaltmaq, hər baş qaldıranın başından əzmək və onlara yenə də həmin o 90-cı illəri o əzik xalq olma sindromunu daşımaqdan ibarətdir. Və sonunda yenə də mən videonun ortasında səhv etmirəmsə qeyd etdim. Mən düşünürəm ki, ədaləti olmayan heç bir dövlət, ümumiyyətlə dövlət deyil, sadəcə ölkə ola bilər. Və ən əsası dövlətin üzündən zəhrimar yağmalı deyil.